Hər kəs salam, arzulayıram ki, yaxşısınız. İyul ayı gəldi çıxdı. Gəlin görək iyul ayında bürcləri nələr gözləyir, iyul ayında hamımızı nələr gözləyir. İyul ayına baxdığımız zaman iyul ayının 9-u Venera Qız bürcünə keçəcək. İlk 9 günündə Venera şirdə olduğu üçün iyulun ilk həftəsi çox daha flörtöz, eşq dolu, sevgi dolu bir enerjidədir. Ayın 9-una qədər sevgi, eşqdən yana, flörtlərdən yana çox daha şanslı, maraqlı, əyləncəli bir dönəmdəyik. İyul ayının 9-undan etibarən isə Veneranın Qız bürcünə keçməyi ilə bir yerdə biz artıq daha çox işimizə, gücümüzə, maddi mövzulara yönələ bilərik. İyulun 9-undan sonrakı ərəfədə iş həyatı, sağlamlıq, qidalanma kimi mövzular daha çox gündəmdə ola bilər. Öz sağlamlığımıza daha çox diqqət edə bilərik, günlük rutinlərimizi ön planda tuta bilərik və sevgi mövzularındasa, yəni nə qədər aktiv olar biraz sual altındadır. İyul ayının 14-də Xərçəng bürcündə bir yeni ayımız var və bu yeni ayın təsiri bizim ailə, ev, yuva kimi mövzularımızı gündəmə gətirə bilər. Ümumiyyətlə iyul ayının ortalarında ailə bizim üçün çox ön planda ola bilər. Evdəkilərlə zaman keçirmək, ailə ilə bir olmaq ya da bizi emosional olaraq xoşbəxt edən şeylərlə iç-içə olmaq iyulun ortalarının əsaslı gündəmidir. İyulun ortalarında daha həssas ola bilərik, duyğusal, qırılgan, inciyən, küsəyən olmağa, pasiv-aqressiv davranmağa çox daha meyil ola bilərik. Bu ərəfələrdə intuisiyamız güclü olacaq, yuxularımız daha xəbərçi olacaq. Evlə, ailə ilə, yuva ilə ya da yaşadığımız yerlə bağlı yeni başlanğıclar üçün yaxşı zamandır ya da güclü zamandır. Düzdür, Merkur retrosu vardı ya, biraz ehtiyatlı olsanız yaxşı olar, amma yenə də. İyul ayında bilirsiniz ki, iyul ayında full Merkur retrosudur. Yəni bundan xəbəriniz var yəqin ki, iyulun 23-ünə qədər Merkur retrosudur. Hətta kölgə təsirində saysaq 27-si, 28-i, 28-dən qədər iyulun ayının 28-nə qədər yeni bir işə başlamamalısınız. Köhnə qalmış məsələləri həll etməlisiniz. Köhnə sevgililər qayıda bilər, eks mövzuları gündəmə gələ bilər, keçmişlə bağlı həll olmamış mövzular gündəmə gələ bilər. Yeni işlərə başlamamalısınız. İyul ayının 28-nə qədər yeni bir, əgər özünüz Merkur retrosuna doğulmamısınızsa, yeni bir imza, bir şeylər atmamalısınız və vacib dokumentlər varsa bunları yedekləməlisiniz. İyul ayının 29-unda isə Dolçu bürcündə Nur topu kimi bir dolunayımız var. Bu dolunay əsaslı olaraq həyatımızda dostluqlarımızı, ümidlərimizi və arzularımızı ön plana çıxardacaq. Həmin ərəfədə dostlarımız daha çox gündəmdə ola bilər. Dostlarımızla daha çox zaman keçirmək istəyə bilərik və xəyallarımızı, hədəflərimizi, arzularımıza doğru daha yaxşı bir şəkildə irəliləyə bilərik. İyul ayında çox göy hadisəsi yoxdur. Gördüyünüz kimi 5 dənə, 5-6 dənə göy hadisəsi var. Amma belə deyə bilərəm ki, iyul ayı gözəl və şanslı istifadə edilə bilər. Sadəcə Merkur retrosuna diqqət etməyinizdə fayda var. İndi gəlin bürclərə keçək. Əziz qoçlar, xüsusən də yüksələn bürcü qoç olanlar, gəlin görək iyul ayında sizi nələr gözləyir. Əziz qoç bürcləri, iyul ayına baxdığım zaman Mars sizin 3-cü evinizdədir. Yaxın çevrə, qohum-əqrəba, qonşular, qardaş-bacılar ön plandadır. Lakin bu insanlarla bağlı müəyyən qədər dava-dalaşlar və gərginliklər özünü göstərə bilər. Venera sizin ayın 9-una qədər 5-ci evinizdədir. İyul ayının 9-una qədər sevgi, eşq və ya seksual mövzular gündəm ola bilər. Uşaqlardan yana şanslısınız. Ümumiyyətlə iyulun 9-una qədər çox şanslısınız. Həm sevgidən, eşqdən, cinsəllikdən, flörtdən, əyləncədən, zövq almaqdan yana çox şanslı olduğunuz bir dönəmdir. İyul ayının 9-undansa Venera Qız bürcünə keçir və həyatınızda iş həyatı, sağlamlıq, qidalanma və diyet kimi mövzulara daha çox yönələcəyiniz bir dönəmdəsiz. Sağlamlığınızdan yana çox daha şanslı olacaqsınız. İyul ayının 14-ü Xərçəng bürcünün də bir yeni ay baş verəcək və bu yeni ay ailə, ev, yuva mövzularına təsir edəcək. İyul ayının 14-ündə evlə, ailə ilə, yuva ilə bağlı yeni bir başlanğıca başlaya bilər, yeni bir yerə köçə bilər, yer dəyişikliyi yaşaya bilərsiniz. Evlə, ailə ilə, yuva ilə bağlı nələrsə gündəmə gələ bilər və ya ev, ailə, yuva mövzuları ilə bağlı başlanğıclar özünü göstərə bilər. İyul ayının və həmin ərəfələrdə ruhani enerjiniz çox güclü olacaq, spiritual enerjiniz çox yüksək olacaq. İyul ayının 22-si isə Günəş 5-ci evinizə keçir, full gündəminiz eşq və sevgi olmağa başlayacaq. Uşaq, əyləncə, sevgi, eşq iyul ayının 22-sindən sonraki yenidən gündəminizdir. İyul ayında Merkur retrosu 4-cü evinizdə olur. Yəni full iyul ayında vətənlə, torpaqla, ailə ilə, evlə, yuva ilə bağlı həll olmamış məsələlərin həll olmağı, karmik mövzuların tamamlanmağı, ana, ata, valideyn ya da yaşadığınız ölkə ya da vətəninizlə bağlı məsələlərin gündəmə gəlməyi və ya həll olmağı ya da karmalarınızla üzləşməyiniz ehtimaldır. İyul ayının 29-su 11-ci evinizdə baş verəcək olan dolunay iyul ayının sonunu və avqust ayının əvvəllərini əsasən hədəflərinizə, arzularınıza yönlənməyinizə, daha populyar olmağınıza, dostlarınızla zaman keçirməyinizə, arzularınıza doğru getməyinizə, məşhurlaşmağa ya da ön plana çıxmağa ya da işıldamağa yönləndirə bilər. Bu ərəfədə xəyallarınız, arzularınız da gerçəkləşə bilər. İyul ayı yəni total olaraq sizin üçün deyə bilərik ki, çox məncə gözəl bir aydır da, yəni belə neqativ bir şey görmədik. Bundan əlavə olaraq iyul ayında sırf öz bürcü qoç olanlar, sizlər üçün də demək istədiyim bəzi sözlərim var. Sırf öz bürcü qoç olanlar iyul ayında
belə deyək, siz biraz daha bəzi keçmişdən güvən problemləri ilə bağlı mövzular gündəmə gələ bilər və keçmişdən güvənmədiyiniz, inanmadığınız ya da keçmişdən güvən problemlər yaşadığınız insanlar gündəmə gələ bilər və bu insanlarla bağlı məsələləriniz bəlkə tamamlana bilər Merkur Retrosunun təsiri ilə. Sırf öz bürcü qoçu olanlar belə ki, ehtiyac duyduğunuz şeylər nədirsə bunlara yönəlməlisiniz. Çünki bəzi ehtiyaclarınızdan artıq qurtulmalısınız. Əgər nəyəsə, kiməsə, bir insana, bir eşqə, bir şeyə ehtiyac duyursunuzsa, bu bir qıtlıq bilincinin göstəricisidir. Özünüzdən başqa bu həyatda heç nəyə ciddi bir şəkildə ehtiyacınız olmamalıdır emosional olaraq. Təbii ki, çox istəyə bilərsiniz, sevə bilərsiniz, amma ehtiyac duymaq artıq neqativ enerji yarada bilər. Ona görə də bu ərəfədə öz yaralarınıza yönəlməyiniz və bəzi keçmişin xaoslarını artıq keçmişdə qoya bilməyi öyrənməlisiniz. Keçmişdən nələr yaşanıbsa yaşanıb, amma o demək deyil ki, bu gün də eyni sərt ya da çətin dərslər olacaq. Ona görə də artıq keçmişi keçmişdə qoymağın vaxtıdır. Ən yüksək xeyrinizə xidmət edəsiniz. Sevgi və işıqla qalın qoçlar. Videomu bəyənsə beğenməyi, komment yazmağı və digər qoçlarla bölüşməyi unutmayın. Sağ olun. Əziz buğalar və xüsusən yüksələn burcu buğa olanlar, gəlin görək sizi nələr gözləyir iyul ayında. Əziz buğalar, iyulun 9-na qədər Venera 4-cü evinizdədir. Ailə, ev, yuva, vətən mövzularından yana çox şanslısınız. Gözəl enerjilər sizdən bir yerdədir. Bu ərəfədə evinizdə nəyisə dəyişdirmək, gözəlləşdirmək, ailə üçün huzur, sevgi, gözəllik, xoşbəxtlik enerjiləri ilə takıla bilərsiniz. İyul ayının 9-dansa Venera 5-ci evinizə keçir və sevgi həyatınız canlanır. Eşqdən yana çox şanslı olacağınız bir dönəmdəsiz. Hamiləlik, uşaq istəyənlər üçün uşaqlardan yana, hamiləlik kimi mövzulardan yana çox şanslı bir dönəm olacaq. Bununla yanaşı həm də flört, əyləncə, cinsəllik belə mövzulardan yana iyul ayının 9-dan sonra hiper şanslı olduğunuz, ümumiyyətlə iyulun 9-dan sonra çox şanslı olduğunuz bir dönəmə girirsiniz. Əziz buğalar, iyul ayının 14-cüsü 3-cü evinizdə baş verəcək olan yeni ay sizin həyatınızda yaxın yol səyahətləri, ölkə daxili səyahətlər etmək ya da yaxın yerlərə getmək və ya yeni bir şeylər öyrənmək, bir şeylərin təlimlərini almaq kimi mövzuları da genel olaraq gündəmə gətirə bilər. O ərəfədə yaxın çevrə, qohum əqrəba, qonşu, qardaş, bacı kimi insanlardan yanına da yeni mövzular gündəmə gələ bilər. İyulun 22-si Günəşin 4-cü evinizə keçməyi ilə bir yerdə ailə, ev, yuva mövzuları yeni iyul ayının əsaslı gündəmidir. İyulun 23-ü Merkur Retrosu 3-cü evinizdə qutarır. İyul ayı qohumlar, qonşular, yaxın çevrə, qardaş, bacı kimi mövzulardan yanına çox problemlidir sizin üçün. Amma qalan mövzularda çox qəşəng və şanslıdır. Ona görə qohumlarla, qonşularla, qardaş, bacılarla biraz diqqətli olun ki, nəsə sözləriniz çox çəp getməsin və s. Yəni əsasən də qohumların biraz da az mühattab ola bilərsiniz bu ərəfədə. İyul ayının 29-undasa 10-cu evinizdə Nur topu kimi bir dolunay var. İyulun sonu və avqustun əvvəlləri karyera həyatı, iş, hədəflər, arzular, status kimi mövzularla bağlı tamamlanmalar, dəyişim, yeniliklər və ya gündəmə gəlmək kimi mövzular ola bilər. Əziz buğalar, iyul ayı sizin üçün maraqlı bir aydır. Bir dənə qohumlara, qonşulara diqqət edədiyiniz təqdirdə çox belə gördüyümüz qədərilə problematik bir ay deyil sizin üçün. İyul ayında bir də ki, sırf öz bürcü buğa olanlar, sizin üçün də demək istədiyim bəzi şeylərim var. Sırf öz bürcü buğa olanlar iyul ayında biraz özünüzü tək və yalnız hiss edə bilərsiniz. Zaman-zaman biraz depressiv hiss edə bilərsiniz, amma genel olaraq sevgi həyatınız əslində canlıdır. Yəni bunu belə hiss etməyinizə ehtiyac yoxdur, amma indi daxildən gələn bir şeydir. Amma iyul ayında bir sonradan bu təklik, yalnızlıq hissləriniz gedəcək. Çox qəşəng müdrik bir, qəribə bir şəkildə hər şeyi sanki bilirmiş kimi hiss edəcəksiniz. İstəklərinizə doğru gedəcəksiniz və həyatınızda sizi yoran, sizi narahatçılıq edən birdən çox şey varsa, məsələn, eyni anda iki şeyə yönəlirsiniz və birisi incidirsə, o şeyi geridə qoyacaqsınız və özünüzü seçəcəksiniz. İyul ayı sizin çoxluqdan uzaqlaşıb özünüzü seçəcəyiniz, öz dəyərinizin fərqinə varacağınız çox önəmli bir dönəmdir. Videomu bəyəndisə bəyənməyi, komment yazmağı və digər buğa bürcləri ilə bölüşməyi də unutmayın. Sevgi və işıqla qalın. Əziz əkizlər, xüsusən yüksələn bürcü əkizlər olanlar, gəlin görə iyul ayında sizi nələr gözləyir. Əkizlər bürcləri iyul ayının 9-una qədər əsaslı məqamınız yaxın çevrə, qohum əqrəba, qonşulardan yana şanslar və dəstəklərdir. İyul ayının ilk 9 günündə ürəyiniz istəsə, rayonlara getmək, gəzmək ya da yaxın yerlərə gəzmək ya da yeni təlimlər öyrənmək, öz-özünü inkişaf elətdirmək kimi mövzulara daha çox yönələ bilərsiniz. Ondan sonrası ailə, ev, yuva mövzuları daha çox gündəminizdə olacaq. Ailədən, evdən, yuvadan yana daha şanslı olacaqsınız. İyulun 9-undan sonra karyeranızdan yana, karyeradan yox, ailədən, evdən, yuvadan yana şanslı faktorlarla qarşılaşa bilərsiniz. Evinizi gözəlləşdirə bilərsiniz, nələrsə dizayn edə bilərsiniz. Yəni çox daha belə qəşəng, huzurlu, daxilən də huzurlu hiss edəcəyiniz, mənəvi olaraq da dəstəklənəcəyiniz bir dövrdür. Lakin bütün bu ərəfədə Merkur Retrosu 2-ci evinizdə baş verəcək. Ona görə iyul ayı pulla yana karmik bir aydır sizin üçün təəssüf ki. Pul mövzularında xüsusən də yüksələn bürcü əkizlər olanlar üçün pul mövzuları ilə bağlı böyük
miqdarda pul sizin karmavızdan asılıdır. Heç bir fikrimiz yoxdur nə olacaq. Yəni amma çoxdan sizə gəlməyən pullar sizə gələ bilər. Bu pozitiv tərəfidir. Neqativ tərəfi isə pul kontrolsüz ola bilər, çətin ola bilər, qarışıq və ya xaotik ola bilər. Əsasən də yüksələn büdcə əkizlər olanlarda bir bəlirsizliklər ola bilər. Yəni puldan yana karma, belə deyim də, kimsə aldatmısınızsa, nəsə səhv bir şey eləmisinizsə, kimsə haqqını yemisinizsə, bu ərəfə sizin üçün çətin keçəcək puldan yana. Yox, siz deyirsiniz mən əksinə köməklər edirəm, yardımlar edirəm, elə bir şeylər eləmirəm, onda tam tərsinə mükafatlarla qarşılaşa bilərsiniz. Amma iyul ayında biraz bərk qalın, çünki sizin idarə edən planet retrodadır. Ona görə də iyul ayı güllük gülistanlıq deyil. İyul ayının 29-sa 9-cu evinizdə Nur Topik 21 dolunay var. İyulun sonu, avqustun əvvəlləri xaricə gedə bilərsiniz, gəzə bilərsiniz, səyahət edə bilərsiniz, təhsillə, dinlə, fəlsəfə, inanc, mənəviyyatla bağlı bir tamamlanmalar ola bilər və ya bu tərz mövzular gündəminiz ola bilər. Sırf öz bürcə əkizlər olanlar, gəlin görək sizdə nə var. Sırf öz bürcə əkizlər olanlar nə isə geridə qoymağın zamanı gəlib, siz də bu şeyi geridə qoyacaqsınız. Arxada qoymalı olduğunuz bir şeylər var. İyul ayında əsasən hədəflərinizə, arzularınıza və xəyallarınıza yönələcəksiniz. İyul ayında yepyeni başlanğıclara başlaya bilərsiniz. Sizi yoran, sizi incidən, sizi narahat edən bir şeylər geridə qoyula bilər. Bu yaşadığınız yeri dəyişdirə bilərsiniz. Bu başqa bir şey ola bilər. Amma nə isə arxada qoyacağınız görsənir və karyeradan, işdə, gücə çox yönələcəyiniz, konfor zonanızdan çıxacağınız, istəyiniz, arzunuz olan, amma həyata keçirtmədiyiniz bir şeylə bağlı və indiyə qədər heç həyata keçirtmədiyiniz bir şeylə bağlı addım ata bilər və ya bir başlanğıca başlaya bilərsiniz. Yəni sizin üçün əslində çox inkişaf vaad edən, çox güclü və iddialı bir aydır. Videomu bəyənsə bəyənməyi, komment yazmağı və digər əkizlər bürclərindən bölüşməyi unutmayın. Sevgi və işıqla qalın. Əziz xərçənglər və xüsusən də yüksələn bürcü xərçəng olanlar, gəlin görə il ayında sizi nələr gözləyir. Əziz xərçənglər, bir dənə yaxşı, bir dənə pis xəbərim var. Yaxşı xəbərim odur ki, iyul ayının ilk 9-una qədər Venera 2-ci evinizdədir. Bolluq bərəkətdən yana çox şanslı bir dönəmdəsiz. Fürsətlər, şanslardan yana iyulun ilk həftəsindən biraz sonraki ərəfələr maddi olaraq çox daha bərəkətli bir dönəmdir. Bərəkətin keyfini çıxarda bilərsiniz, özünüzə çox daha dəyər verəcəyiniz, gözəl zövq alacağınız şanslı bir dönəmdəsiz. Digər xəbərim odur ki, Merkur retrosu sizin bürcünüzdə baş verir. Bu demək ki, Merkur retrosunun burhan-burhan təsirini görürsünüz. İyul ayının 23-nə qədər, hətta iyul ayının sonuna qədər Merkur retrosunun təsiri altında olacaqsınız. Köhnə mövzular gündəmə gələ bilər, köhnə sevgililər qayıda bilər, köhnə mövzulara yönələ bilərsiniz. Uzun müddətli həll eləmədiyiniz məsələləri həll edə bilərsiniz. Yarımçıq qalmış məsələlər həll ola bilər. Uzun zamandır etməyi planladığınız, amma etmədiyiniz hər şey gündəmə gələ bilər və edə bilərsiniz. Bu yaxşı tərəfidir. Neqativ tərəfi odur ki, əgər bu il ərzində pis, yanlış, qəlb qıran ya da qeyri-etik şeylər etmisinizsə, karmalarla üzləşəcəyiniz bir dönəmdir. Ona görə də biraz şanssızlıqlar da ola bilər. Şanssızlıq sizin karmavızdan asılıdır. Yəni karmavız varsa şanssızlıq, çətinlik, zorluq. Karmavız yoxdursa, azlısa, onda tam tərsinə yağ kimi yaxılıb gedəcək bir dönəmdir. Amma bu ərəfədə çox ekstrem, ciddi qərarlar verməməlisiniz, yeni başlanğıclara başlamamalısınız. Köhnədən bəri həll etmək istədiyiniz, həll eləmədiyiniz şeyləri həll eləməlisiniz. Buna diqqət edin. İyul ayının 14-də Xərçəng bürcündə yeni ay olur. Bu da sizin xarici görünüşünüz. Yəni iyulun ortası, yəni 10-20 arası, hətta biraz gerisi və biraz sonrası sizin xarici görünüşünüzlə bağlı, özünüzlə bağlı yeni bir başlanğıclara başlaya biləcəyiniz gözəl və iddialı bir dönəmdir. Bu ərəfədə mənəvi enerjiniz yüksələcək, həyatınızla bağlı yeni başlanğıclar yaşana bilər. Bundan əlavə olaraq iyul ayının 29-undasa, iyul ayının 22-sindən sonraki dönəm bu arada pul mövzuları əsas gündəminizdir. İyul ayının 22-sindən sonra avqustun 20-sinə qədər ki dönəm maddi olaraq mövzuları 23-nə qədər olan dönəm çox gündəmə gətirə bilər. İyulun 29-u 8-ci evinizdə Nur Topu kimi bir dolunay var. İyul ayının sonları və avqust ayının əvvəlləri başqa yerlərdən pullar gələ bilər, borclarınız bağlana bilər, borc kredit mövzuları gündəmə gələ bilər. Spiritualizm, ruhsallıq, dərinləşmə, ehtiras, seks, cinsəllik kimi mövzular gündəmə gələ bilər. Çox tutqulu, güclü, dərin, ruhani rituallarınızın taktiği işlədiyi qüvvətli, biraz da xaotik bir dönəmdə olacaqsınız. Sırf öz bürcü xərçəng olanlar, gəlin görək sizi iyul ayında nələr gözləyir. Sırf öz bürcü xərçəng olanlar iyul ayında qorxularınızla bağlı üzləşmələr yaşayacaqsınız. İyul ayında xaricə gedə bilər, gəzə bilərsiniz. Ruhani bacarıqlarınızda çox böyük bir yüksəliş olacaq. Sanki qorxularınızı sehrə və gücə çevirəcəksiniz. Daxili qorxular, blokajlar ya da öz içinizdəki qaranlıq tərəflə bağlı dərin üzləşmələr yaşaya bilərsiniz. Uzun müddətli gələcək planları qura bilərsiniz və həyatınızla bağlı çox böyük, güclü və iddialı bir yeni başlanğıc yaşana bilər. Mənəvi gücünüzün yüksək olduğu yeni başlanğıcların olacağı və ağlınızda
qabağınızdan keçənlərin tak diye təzahür edəcəyi çox güclü və iddialı bir dönəmdəsiz. Ən yüksək xeyrinizə xidmət eləsin. Videomu bəyənsə bəyənməyi, komment yazmağı, digər xərçənglərindən bölüşməyi unutmayın. Sevgi və işıqla qalın. Sağ olun. Əziz şirlər və xüsusən də yüksələn burcu şir olanlar, gəlin görək iyul ayında sizi nələr gözləyir. Əziz şir bürcləri, iyul ayının ilk 9 günü möhtəşəm və şanslı bir dönəmdəsiniz. Əl üstünə tutulursunuz, sevilirsiniz, dəyər görürsünüz, bərəkətlisiniz. İyul ayının ilk 9 günündə şans sizdən yanadır. Auranız çox çəkicidir, qəşəngdir. İnsanlar sizə baxanda valih olur. İyul ayının 9-undan sonrası Venera 2-ci evinizə keçir. Bolluq və bərəkətinizin artacağı bir dönəmə girirsiniz. Bütün iyul ayı bolluğunuz və bərəkətiniz çox daha yüksək olacaq. Əziz şirlər, ümumiyyətlə Yupiter sizin bürcünüzə keçib. Yəni siz artıq indən sonra ulduzsuz. Siz iyul ayı başlayan gündən ulduzsuz, gələn ilin iyul ayına qədər də ulduz olaraq qalacaqsınız. Siz hiper şanslı bir dönəmə girmisiniz. Yəni dəhşətli bir dönəmə girmisiniz. Siz indən sonra əl üstünə tutulursunuz, xəbəriniz olsun. İyul ayının 9-undan sonra da bolluğunuzun, bərəkətinizin, şansınızın çox daha yüksək artacağı, çox daha qüvvətli dəyər hissi ilə iç-içə olacağınız, seviləcəyiniz, pulun sizə rahatlıqla gələcəyi bir dönəmdəsiz. Bundan əlavə iyul ayının 14-ü 12-ci evinizdə baş verəcək olan yeni ay, iyul ayının ortalarında ruhani, spiritual, mənəvi mövzuların gündəmdə olacağını, bu mövzularla bağlı bəzi başlanğıcların yaşana biləcəyi, şuuraltı mövzularla bağlı üzləşmələr yaşaya biləcəyiniz, qorxularınız, blokajlarınız nədirsə bunlarla daha ciddi bir şəkildə üzləşib, bəlkə də dərin transformativ hadisələr yaşaya biləcəyiniz dönəmdir. İyulun 22-si Günəş 1-ci evinizdə keçir, parılır. Siz ümumiyyətlə indən sonra ən şanslı bürcüsüz, xəbəriniz olsun və bir il boyu da ən şanslı bürcü olaraq xərçənglərdən taxtı götürdünüz. O taxta siz oturmuşsunuz artıq. Xərçəng idi. Son bir ildə artıq sizsiz. Bu andan etibarən hər dəfə ən şanslı, ən bomba bürclərdən danışanda sizin adınız çəkiləcək. Çünki siz artıq hiper şanslı dönəminizdəsiz. Bundan əlavə Merkur retrosu 12-ci evinizdə olur. İndi tamam hiper şanslısınız, amma qorxular, keçmiş mövzular, həll olmayan blokajlar, şuuraltı mövzuları ya da psixoloji olaraq sizi yoran mövzular da iyul ayında gündəmdədir. Çünki Merkur retrosu 12-ci evinizdədir. Ona görə istərsəniz belə məqamlar olacaq, amma iyulun sonlarına doğru bu da özünü buraxacaq və daha da yaxşı bir dönəmə girəcəksiniz. İyul ayının sonlarına doğrusa artıq iyulun sonları və avqustun əvvəllərində əsas mövzunuz ciddi münasibət, evlilik ya da ortaq işlər kimi mövzular olacaq. Bu sadəcə bir münasibəti bitirmək, münasibətə başlamaq, evlənmək, evlilikdə nəyinsə dəyişim olmağı ya da bir ortaq iş kimi ya da digər münasibət növləri kimi təzahür edə bilər. Sırf öz bürcü şir olanlar, gəlin görək sırf öz bürcü şir olanlar nələr gözləyir. Maddi olaraq dəhşətli dərəcədə bərəkətli bir dönəmdə siz öz bürcü şir olanlar güclü kişi fiqurlarından dəstək görə bilərsiniz. İstəkləriniz, arzularınızla bağlı yeni bir başlanğıclar, qapılar açıla bilər ya da qapı açılmasa belə ən azından beyninizdə fikirlər ola bilər. Amma bir dənə güclü kişi fiquru. Bu kişi buğa, oğlaq, qız bürcüdür ya da bu bürclərdən biri deyil, iş həyatından bir kişidir ya da yüksək mövqedə olan bir kişidir. Bu kişi ilə bağlı biraz gözünüz açıq olsa yaxşı olar. Bəlkə sizə nəsə bir vəd verir, bəlkə nəsə eləyəcəyini deyir. Amma mən sizin yerinizdə olsam çox da güvənməzdim, inanmazdım və etibar eləməzdim. Ümumiyyətlə kişilərdən dəstək görə bilərsiniz, amma sırf həmin kişi kimdirsə, əgər gündəmə gəlsə iyul ayında biraz ehtiyatlı yanaşmağınızda fayda var. Amma bundan əlavə olaraq istəklərinizi, arzularınızı harasa qeyd etməyiniz, yazmağınız gözə olar. Çünki hər hansı bir arzunuz, istəyiniz sizi çox yaxşı yerlərə gətirə bilər. Əziz, gözəl şirlər, həyatınızın keyfini çıxardın, çox şanslı dönəmdəsiz. Sevgi və işıqla qalın. Videomu bəyəninizə bəyənməyi, komment yazmağı unutmayın. Sağ olun, salamat qalın. Əziz qız bürcləri və xüsusən də yüksələn bürcü qızı olanlar, gəlin görək iyul ayında sizi nələr gözləyir. Əziz qız bürcləri, iyul ayında Venera sizin 1-ci evinizə keçir. Sizin həyatınızın ən möhtəşəm dönəmlərindən birinə girirsiniz. İyul ayının 9-una qədər əsas məqam 12-ci evdir. Yəni iyulun 9-una qədər rituallarınızı yaxşı tuta bilər, enerjiniz güclü işləyər, yuxulardan xəbərlər alarsınız. Bəlkə sevgi ilə yanına biraz şanssızlıqlar ola bilər. Amma iyul ayının 9-undan sonra Venera 1-ci evinizə keçir və siz çox çəkici, çox gözəl, çox qəşəng, kişilərə yaraşıqlı, qadınların gözəl görsəndiyi, çox parlaq bir dönəmə girirsiniz. Bolluğunuz, bərəkətiniz arta bilər, cazibəniz arta bilər, eşq həyatınız canlana bilər, həyatınızın keyfini çıxarda bilərsiniz. Yəni çox gözəl və hiper bir dönəm sizi gözləyir. İyul ayının 14-də 11-ci evinizdə baş verəcək olan yeni ay əsas mövzunuzu dostluqlarınız, hədəfləriniz, arzularınız, xəyallarınız, karyeradan gələn qazanclar kimi mövzuları yönləndirə bilər. İyul ayının ortalarında çox daha populyar olacağınız, çox daha əl üstünə tutulacağınız, çox daha seviləcəyiniz, çox güclü və çox qüvvətli bir dönəmə girirsiniz. Bu dönəmdə
hədəflərinizə, arzularınıza gedə bilər, yeni qapılar sizin üçün açıla bilər, şanslı enerjilərlə qarşı-qarşıya gələ bilərsiniz. İyul ayının 22-si isə Günəşin 12-ci evinizə keçməklə bir yerdə ruhani mövzularda dərinləşəcəyiniz, yuxularınızın xəbərçi olacağı bir dönəmdir. Bütün iyul ayı boyu 11-ci evinizdə olan Merkuri retrosu xəyallarınız, arzularınız, hədəflərinizlə bağlı köhnədən qalmış həll eləmədiyiniz mövzular varsa, bunları gündəmə gətirə bilər, tamamlaya bilər. Bundan əlavə olaraq dostluqlardan yana biraz karmalarla üzləşə biləcəyiniz ya da köhnə dostluqlarınızın gündəmə gələ biləcəyi bir dönəmdir. İyul ayının 29-su 6-cı evinizdə baş verəcək olan dolunay iş həyatından yana tamamlanmalar gətirə bilər. İş həyatınızla bağlı tamamlanmalar ya da sağlamlıq mövzuları ya da qida, diyet bu tərz mövzularla bağlı tamamlayıcı bir enerji ortaya qoyacaq və sizdə bir tamamlanma yaşanacaq. Yaxşı mənada böyük ehtimalla. Bəziləriniz də iş dəyişdirə də bilərsiniz yolun sonları və avqustların əvvəllərinə doğru. Daha yaxşı dönəmləriniz olacaq, amma yenə də Venera 1-ci evinizdədir. Ona görə də bu da yaxşı sayılır. Sırf öz bürcü qızı olanlar, sizə də demək istədiyim şey odur ki, iyul ayında maddi olaraq olduqca bərəkətli bir dönəmdəsiz. Qəşəng pullar gələ bilər, gözlədiyiniz pullar gələ bilər, istədiyiniz pullar gələ bilər. Sadəcə bir damcı ehtiyatlı olun aldadılmağa qarşı. Pulunuzu nəyə verdiyinizə diqqətli olun. Hər hansı bir, yəni pulla, maddiyatla bağlı yalanlı bir şeyin içinə girməyin. Məsələn, bir şey alacaq, bir məhsul alacaqsınız, bir şey yeyəcəksinizsə, əmin olun ki, doğrudan da düzdür, realda, əslində, həqiqidir. Buna diqqət edəcəyiniz təqdirdə daha yaxşı olacaq. Və bundan əlavə olaraq həyatınızda maddi olaraq yeni qapılar açıla bilər ya da dediyim kimi gözlədiyiniz pullar gələ bilər. Əziz qız bürcləri, videomu bəyənirsə bəyənməyi, komment yazmağı və digər qız bürcləri ilə bölüşməyi unutmayın. Ən yüksək xeyrinizə xidmət edəsiniz. Sevgi və işıqla qalın. Əziz tərəzilər və xüsusən yüksələn bürcü tərəzi olanlar, gəlin görə iyul ayında sizi nələr gözləyir. Əziz tərəzilər, ayın 9-una qədər, iyulun 9-una qədər çox gözəl, çox şanslı bir dönəmdəsiniz. Dostlarınızdan yana çox şanslısınız. Hədəfləriniz, arzularınız, ümidləriniz, xəyallarınızla bağlı qapılar sizin üçün çox daha açıqdır, çox daha gözəl və uğurlu bir dönəmdəsiniz. İyul ayının 9-undan sonrasa Venera 12-ci evinizə keçir. O ərəfədə dualarınız, arzularınız, xəyallarınız, ümidləriniz daha tez gerçəkləşə bilər, daha tez reallaşa bilər. Həmin ərəfədə siz ümumiyyətlə həyatınızla bağlı şuuraltı terapiyalara, şuuraltı şəfalamalara daha çox yönələ bilərsiniz. Keçmişlə bağlı münasibətlər və ya flörtlər və ya bir şeylər daha çox gündəmə gələ bilər. Keçmişdə bitmiş, həll olunmuş ya da daha doğrusu tam da həll olunmamış mövzular gündəmə gələ bilər. Bütün bu ərəfələrdə, bütün iyul ayı boyu Merkuri sizin 10-cu evinizdə retro eləyəcək. Bu da demək ki, karyera həyatınızla bağlı həll olmamış, yarımçıq qalmış mövzular gündəmə gələ bilər. Karyera həyatında biraz zorluqlar, biraz şanssızlıq deməyək də, yox, karyera həyatınızda biraz zorluqlar, biraz çətinliklər özünü göstərə bilər. Amma bunlar çox ciddi, çox problemli zorluqlar deyil. Sadəcə karyera ilə bağlı karmaların olduğu, biraz gecikmələrin, zamansızlıqların ola bildiyi bir dönəmdir. İyul ayının ortalarındasa 10-cu evinizdə baş verəcək olan yeni ay sizin həyatınızda karyera ilə bağlı yeni bir başlanğıca başlamağınıza səbəb ola bilər. İyul ayı ümumiyyətlə karyera mövzunuzun ciddi bir şəkildə gündəmdə olduğu və karyera ilə bağlı yeni başlanğıclara başlaya biləcəyiniz olduqca gözəl, güclü və iddialı bir dönəmdir. Ya da müəyyən dəyişimlər də yaşana bilər. Bundan əlavə iyul ayının 26-sındasa 5-ci evinizdə baş verəcək olan dolunay sizin həyatınızda sevgi, eşq mövzularını da gündəmə gətirə bilər. İyul ayının sonlarına doğru və avqustun əvvəllərinə doğru sevgi, eşq mövzularının çox ciddi bir şəkildə gündəmə gəlməyi, eşqdən yana, şansların sizdən yana olmağı, uşaq istəyənlər üçün uşaq mövzularının çox bərk bir şəkildə gündəmdə olmağı gözləniləndir. Əziz tərəzilər, bundan əlavə olaraq gəlin görək sizi iyul ayında başqa nələr gözləyir. Sırf öz bürcü tərəzi olanlar iyul ayında həyatınızla bağlı bir dəyişim yaşana bilər. Konfor zonanızdan çıxa bilərsiniz və həyatınızda pul, maddiyatla bağlı uzun müddətdə eləmək istədiyiniz, amma eləmədiyiniz bir şeylər çox ciddi bir şəkildə gündəmə gələ bilər. Bu günə qədər işləmədiyiniz bir sahədə işləyə bilərsiniz ya da hər hansı istədiyiniz pullar gələ bilər. Amma bir dəyişimlər olacaq. Bu dəyişimlər sərt dəyişimlər olacaq. Həyatınızla bağlı üzləşmələr yaşanacaq. İyul ayında bəzi sərt hadisələr yaşanacaq, amma bunlar çox böyük dəyişimi, üzləşməni, yenilənməni və küllərindən doğumu da öz yanında gətirəcək. Yəni tərəzilər sizin üçün hərarətli və maraqlı bir ay olmağı gözləniləndir. Əziz tərəzilər, videomu bəyənirsə bəyənməyi, komment yazmağı və digər tərəzi bürclərinə bölüşməyi unutmayın. Sevgi və işıqla qalın. Əziz əqrəblər və xüsusən yüksələn bürcü əqrəb olanlar, gəlin görə iyul ayında sizi nələr gözləyir. Əziz əqrəb bürcləri, iyul ayına baxdığım zaman iyul ayının ilk 9-una qədər karyeradan yana olduqca şanslı və iddialı, gözəl bir dönəmdəsiniz. Karyera həyatınızda çox daha şanslı faktorlar özünü göstərə bilər və ümumiyyətlə iş həyatınızda daha çox diqqət çəkə bilərsiniz və ya bəziləriniz vəzifə yüksəlişləri, uğurlar və ya nailiyyətləri bu ərəfədə daha çox yaşaya bilərsiniz.
biləcəksiniz. İyul ayının 9-undan sonraki dönəmsə çox güclü və maraqlı bir dönəmdir. Çünki hədəfləriniz, arzularınız, xəyallarınızla bağlı gerçəkləşmələr ola bilər. Sosial çevrənizdə çox daha populyar olacağınız, sevilə biləcəyiniz, əl üstündən tutula biləcəyiniz bir dönəmdəsiz. Bu ərəfədə arzularınızdan, xəyallarınızdan, istəklərinizdənsə nələrsə gerçəkləşə bilər. Çox gözəldir. İyul ayının sonlarına doğru olan dövr avqustun da ilk həftəsinə qədər də təsir edəcək. Bundan əlavə olaraq iyul ayının ortasında 9-cu evinizdə baş verici olan yeni ay, xaricə getmək, gəzmək, yeni bir fəlsəfəyə keçmək, mənəvi, inanc, ruhani olaraq yeni başlanğıclara başlamaq və ya təhsil həyatına yeni başlanğıclara başlamaq kimi özünü təzahür edə bilər. Yeni bir həyat fəlsəfəsinə də keçə bilərsiniz. İyul ayında əsasən karyeranız ciddi və önəmli gündəmdir. Bundan əlavə olaraq iyul ayı ərzində Merkur retrosu 9-cu evinizdə olacaq. Bu da xaricə getmək, gəzmək, din, təhsil, bu tərz mövzularla bağlı karmalarınızı gündəmə gətirəcək. Ona görə də xaric mövzularında biraz ehtiyatlı olun, biraz diqqət olun. Demirəm təhlükəlidir, problemlidir, yox, amma biraz ehtiyatlı olun. Çünki Merkur retrosu sizin üçün xaricə getmək, gəzmək, səyahət mövzuları, din, inanc, fəlsəfə və akademik mövzulara təsir edəcək. Və iyul ayında 4-cü evinizdə bir dolunay olacaq. Bu da ailə, ev, yuva mövzularının gündəmə gəlməyi və bu mövzularla bağlı tamamlanmaların yaşanmasına səbəb verə bilər. Əsaslı gündəminiz ehtimal ki, ailə, ev, yuva mövzuları da olacaq. İyul ayında 8-ci eviniz güclüdür, vurğulanır. Çox əqrəb-əqrəbsiz, çox əqrəb bürcüsüz. İyul ayında ekstra hərarətli, transformativ, dəyişimli, amma həm də biraz da əyləncəli, sosial və əyləncəli bir əqrəb bürcünə çevrilirsiniz də iyul ayında. Amma həm də çox əqrəb-əqrəbsiz, yəni transformasiya, dəyişim, enerji, cinsəllik ehtimal ki, əsas gündəminiz olacaq. Əziz əqrəblər, gəlin görək sırf öz bürcü əqrəb olanlar nələr gözləyir. Sırf öz bürcü əqrəb olanlar iyul ayında sizi üzdən, incidən nələr varsa, bunlarla bağlı üzləşmələr yaşayacaqsınız. Bir kişi əsaslı olaraq gündəm olacaq. Bu kişi əkizlər tərəzi dolça bürcü ya da ağıllı, savadlı, intellektual bir kişi ola bilər. Bəzi sizi axşamlar narahat edən, üzən mövzular gündəmdə olacaq. Amma bu mövzular tamamlanacaq. Hansısa bir böyük bir probleminiz və ya nəyinizsə tamamlana bilər və başqa bir böyük probleminiz də tamamlanma yolunda addımlar atıla bilər. Çox güclü, çox hərarətli, çox qüvvətli bir dönəmə girirsiniz. Siz əqrəblər sevərsiniz onsuz da belə şeyləri. Ancaq da sizin üçün məncə çox maraqlı bir dönəmdir. Əziz əqrəblər, videomu bəyəndinizsə, komment yazmağı və digər əqrəb bürclərindən bölüşməyi unutmayın. Sevgi və işıqla qalın. Əziz oxatanlar və yüksələn bürcü oxatan olanlar, gəlin görək iyul ayında sizi nələr gözləyir. İyul ayına baxanda, iyul ayının ilk 9-una qədər Venera sizin 9-cu evinizdə olacaq. Bu deməkdir ki, iyulun ilk həftəsi xaricə getmək, gəzmək, səyahətlər eləmək, ya da akademik dini olaraq inkişaf eləmək, ya da fəlsəfik olaraq özünüzü inkişaf elətdirmək, daha optimist olmaq, gözəl, şanslı bir enerji ilə doludur. İyul ayının 9-undan etibarən isə Venera 10-cu evinizə keçir. Bütün iyul ayı boyu karyeradan yana çox daha şanslı olacağınız bir dönəmdir. Karyeradan yana yüksəlişlər, uğurlar, nailiyyətlər özünü göstərə bilər və cəmiyyət içində daha çox diqqət çəkə biləcəyiniz, daha çox sevilə biləcəyiniz və bəyənilə biləcəyiniz önəmli, iddialı və güclü bir dönəmdə olacaqsınız. Bununla yanaşı iyul ayının 14-də 8-ci evinizdə bir yeni ay olacaq. Bu deməkdir ki, iyul ayının ortalarında əsaslı olaraq cinsəllik, başqa yerlərdən gələn pul, borc, kredit, həyat yoldaşına maddi durumu, ortalıq işlərdən gələn qazanclar, spiritualizm, enerji kimi mövzulardan biri ya da bir neçəsi gündəm ola bilər və bu mövzularla bağlı önəmli və ya böyük başlanğıclar və ya dəyişimlər yaşana bilər. İyul ayının 22-dən sonraki dönəm daha çox sizin üçün xaricə getməyə, gəzməyə, səyahət etməyə meyilli bir dönəmdir. Bütün iyul ayı boyu Merkur retrosu 8-ci evinizdə olduğu üçün iyul ayı sizin üçün borc, kredit mövzularının gündəmə gələcəyi, borcların qaytarılmağı, amma həm də borc kreditlə bağlı mövzularda şanssızlığa da biraz meyilli olduğunuz dönəmdir. Ona görə çalışın ki, borca girməyin və əksinə mövcud borclarınızı geri götürməyə çalışsanız daha yaxşıdır. Bundan əlavə olaraq bu ərəfə sizin həm də biraz köhnə travmalarınızı da gündəmə gətirə bilər. İyul ayının sonlarına doğrusu 3-cü evinizdə olacaq olan yeni ay, yaxın çevrə, qohum-əqrəba, qonşular, qardaş-bacı kimi mövzuları gündəmə gətirə bilər. Bu mövzularla bağlı tamamlanmalar, yeni bir təlim almaq, özünü inkişaf elətdirmək kimi mövzular ya da yaxın yol səyahətləri eləməyinizə səbəb ola bilər. Sırf öz bürcü oxutan olanlar sizə də baxanda gördüyüm şey odur ki, həyatınızla bağlı bir şəfalama və sağalma yaşanacaq. Həyatınızla bağlı gözəl başlanğıclar ola bilər, böyük şəfalanmalar ola bilər və sevgi, eşq mövzunuz çox gündəmdə ola bilər. Amma sizə xidmət eləməyən bir sevgi geridə qoyula bilər ya da sizə xidmət eləməyən bir iş, bir yer, bir şeyləri arxada qoya bilərsiniz, geridə qoya bilərsiniz. Həyatınızda eşqin enerjisinin çox yüksək olacağı, dərindən şəfalanmalar yaşaya biləcəyiniz və şansınızın gətirəcəyi çox iddialı, güclü və qüvvətli bir dönəmdəsiz. Əziz oxutanlar, videomu bəyəndinizsə bəyənməyi, komment yazmağı və digər oxutan bürclərindən bölüşməyi unutmayın. Sevgi və işıqla qalın. Əziz oğlaqlar, xüsusən də yüksələn bürcü oğlaq olanlar
olanlar, gəlin görək iyul ayında sizi nələr gözləyir. Əziz oğlaqlar, iyulun ilk 9-una qədər olan ərəfədə Venera 8-ci evinizdədir. Borc, kreditlə bağlı çox daha şanslı bir dönəmdəsiz. Nəsə bir borclarınız, kreditləriniz varsa bunlar həll ola bilər. Seksual olaraq çox daha cazibəli olduğunuz, amma eşqdən yana biraz xaoslara meyilli olduğunuz, olduqca güclü, iddialı ruhani enerjinizin, mənəvi enerjinizin çox yüksək olduğu güclü bir dönəmdəsiz. İyul ayının 9-undan sonra isə Venera 9-cu evinizə keçir. Bu deməkdir ki, iyulun 9-undan sonraki dönəm xaricə getmək, gəzmək, səyahət etmək, yeni yerlər görmək, akademik mövzularda uğurlar qazanmaq, həyat fəlsəfənizdə şans, gözəllik, uğurların özünü göstərmək mənasına gəlir. İyul yəni çox gözəl bir dönəmə girirsiniz. Həqiqətən şanslı sayılır. İyulun 14-də isə 7-ci evinizdə Nur kimi dolunay var. Yeni ay var daha doğrusu. Bu deməkdir ki, iyul ayının ortalarında yeni bir münasibəti başlamaq, münasibətinizdə dəyişim, münasibətinizin gündəmə gəlməyi, bəlkə evlilik yolunda addımlamalar ya da tam tərsinə problemli bir münasibətin bitişi olaraq özünü təzahür edə bilər. Amma ortaqlıq işdə ola bilər, bu sevgi münasibəti də, evlilik münasibəti də, hər cür münasibətlərlə bağlı yeni başlanğıc gündəm və ya dəyişim ola bilər. İyul ayının 23-də isə Merkur retrosu 7-ci evinizdə olacaq. Bu deməkdir ki, iyulun 23-dən, daha doğrusu iyulun 23-ü Merkur retrosu bitəcək, amma bütün iyul ayı boyu Merkur retrosu sizin 7-ci evinizdə olacaq. Bu deməkdir ki, bütün iyul ayı boyu sevgi münasibətləri, ciddi münasibətlər gündəminiz olacaq, ortaqlıq işləri də ola bilər, lakin biraz çətin bir şəkildə gündəmdə olacaq. Ona görə iyul ayında evliliyinizdə, ciddi münasibətlərdə ya da ortaqlıq işlərdə köhnə mövzular gündəmə gələ bilər. Subaylar 98% yüksələn bürcünüz əgər oğlaqdırsa, yüksələn bürcünüz oğlaqdırsa köhnə sevgilərimiz qayıdacaq ya da köhnədən kimlərsə qayıdacaq. Ümumiyyətlə köhnə flörtlər, köhnə sevgilər gələ bilər, köhnə flörtlər, köhnə ciddi münasibətlər, köhnə ər-arvadlar gələ bilər. Bundan əlavə olaraq iyul ayının 26-sı 2-ci evinizdə baş verəcək olan dolunay maddi mövzuları gündəmə gətirəcək. İyul ayının sonlarına doğru pul maddiyyatla bağlı həll olmayan, yarımçıq qalmış şeylər tamamlana bilər. Maddi olaraq güclü bir tamamlanma yaşaya bilərsiniz və ya bəlkə də gözlədiyiniz pullar da gələ bilər. Əziz oğlaq bürcləri, bir şeyləri sırf öz bürcü oğlaq olanlar geridə qoymanın vaxtı gəlib və məncə bunu siz də bilirsiniz. İyul ayında bir qərarsızlıq yaşayacaqsınız. Geridə qoyummu, qoymayımı, bitirimmi, bitirməyimi və bitirəcəksiniz. Nəyi, nə cür, nətər onu da siz yaşayıb görəcəksiniz. İyul ayında çox çalışacaqsınız, çox çabalayacaqsınız. Yaxşı mənada yüksəyə doğru gedirsiniz, qalxmağa doğru gedirsiniz və bunun üçün zəhmət ortaya qoyacaqsınız. Lakin qərarsızlıq və bir bitiş, bir şeylər geridə qoymaq da özünü göstərəcək. Bu güclü bir dönəmdir. İcazə verin bitməli olan şeylər bitsin və yolunuza davam edin. Transformasiya sizinlədir. Sevgi və işıqla qalın. Videomu bəyənməyi, komment yazmağı və digər oğlaqlarla da bölüşməyi unutmayın. Sağ olun, salamat qalın. Əziz dolçalar, xüsusən yüksələn bürcü dolça olanlar, gəlin görə iyul ayında sizi nələr gözləyir. Əziz dolçalar, xüsusən ayın 9-una qədər Venera 8-ci, 7-ci evinizdə olduğu üçün ciddi münasibətlərdən, hər cür münasibətlərdən yana çox daha şanslı və dəstəkləyici, güclü bir dönəmdəsiz. Və bundan əlavə olaraq iyul ayının 9-undan sonra Veneranın sizin 8-ci evinizə keçməyi ilə birlikdə həyatınızda ortaq işlərdən gələn qazanclar, karyera ilə yox da daha çox ortaq işlərdən gələn qazanc, həyat yoldaşının pulu, borc, kredit, belə mövzularla bağlı şanslı enerjilər sizdən yana olacaq. Çox daha şanslı və uğurlu olacaqsınız. Və bundan əlavə olaraq həmin ərəfələrdə iyul ayının 9-undan etibarən sizin ümumiyyətlə başqa yerlərdən gələn pullardan yana və seksuallıq, cinsəllik, spiritualizm enerjidən yana daha şanslı olduğunuz bir dönəmdə olacaqsınız. İyul ayının ortasında 6-cı evinizdəki yeni ay iş həyatında dəyişim gətirə bilər. Diyet, qidalanma, sağlamlıq, ev heyvanları, günlük rutinlər, belə mövzularla bağlı yeni başlanğıclara səbəb verə bilər. İyul ayının 22-sində isə Günəşin 7-ci evinizə keçməyi ilə birlikdə iyul ayının 22-sindən avqustun 23-ünə qədər ki, əsas gündəminiz zaman-zaman ciddi münasibətlər ola bilər. İyul ayının 23-ündə isə Merkuri retrosu sizdə bitəcək, amma bütün iyul ayına təsir edir. Bütün iyul ayı boyu Merkur retrosunun təsirini görəcəyik və bu sizdə 6-cı evdə olacaq. Sağlamlıq, qidalanma, diyet, günlük rutinlər, iş həyatı ilə bağlı köhnə mövzular gündəmə gələ bilər, tamamlanmamış mövzular tamamlana bilər və ya bəzi enerjilər ortaya çıxa bilər. 26-sında isə iş həyatına yana biraz ehtiyatlı olmalısınız. Ciddi bir şey deyil, amma ehtiyatlı olmalısınız. Və iyul ayının 26-sı birinci evinizdə olacaq olan dolunay ilə bir yerdə də iyulun sonları və avqustun əvvəllərində öz xarici görünüşünüzlə bağlı yeni başlanğıclar başlaya bilər, bir dəyişimlər yaşaya bilər və gözəl enerjiləri təcrübə edə bilərsiniz və sizin öz bürcünüzdə baş verəcək də dolunay. Ona görə də belə ekstra iddialı enerjilər ortaya çıxacaq. Ən yüksək xeyrinizə xidmət eləsin. İndi gəlin mən sizin sırf öz bürcü dolçu olanlar da deyim. Sırf öz bürcü dolçu olanlar iyul ayında çox bərəkətli, dəhşət bərəkətli bir dönəmə girirsiniz. Başınızdan aşağı pul yağacaq. Dava-dalaşlar, gərginliklər və ya rəqabətlər ola bilər, amma
fürsətlər, şanslar, pul, maddiyyat, maddi güvən, maddi bolluq, bərəkət başınızdan aşağı pul yağa bilər. Çox bərəkətli, maddi olaraq çox dəstəkləndiyiniz, çox güclü olduğunuz, çox iddialı bir dönəmdə siz deyə bilərik. Çox dəstəklənirsiniz iyul ayında puldan yana. Bu şəkildə videomu bəyənirsə bəyənməyi, komment yazmağı və digər Dolça burcularına bölüşməyi unutmayın. Sevgi və işıqla qalın. Əziz balıqlar, bax sənə yüksələn burcu balıq olanlar, gəlin görək iyul ayında sizi nələr gözləyir. Əziz balıq burcuları, iyul ayının ilk 9 günündə Venera sizin 6-cı evinizdə olduğu üçün iş həyatından, günlük rutinlərdən, qidalanma, sağlamlıq ya da ev heyvanlar kimi mövzulardan yana çox daha şanslı olduğunuz bir dönəmdəsiniz. İyul ayının 9-undan etibarən isə Venera 7-ci evinizə keçir, ciddi münasibət, evlilik və ya ortaqlıq işlərdən yana hipergüclü, şanslı bir dönəmə keçirsiniz. İyulun 9-undan etibarən çox şanslısınız ciddi münasibətlərdə. Bir çox subay insanın qapısına eşq dəyə bilər, xüsusən də yüksələn burcu balıq olanlarda. Bundan əlavə olaraq iyulun 14-ü 5-ci evinizdə baş verəcək olan yeni ay sevgi, eşq, flörtlər kimi mövzulardan bağlı yeni başlanğıclara səbəb verə bilər. Eşq həyatınız canlana bilər və ya həyatınızda uşaq, eşq, sevgi ya da hobbilərlə bağlı yeni başlanğıclar iyulun ortalarında özünü təzahür edə bilər. İyul ayının 22-si günəşin 6-cı evinizə keçməyi ilə bir yerdə siz daha çox iş həyatınızda və ya sağlamlığınıza yönələcəyiniz dönəmdəsiniz və iyul ayının bütün iyul ayında Merkur retrosu 5-ci evinizdədir. Xüsusən yüksələn balıq olanlar, amma hər cür balıq burcunun köhnə sevgilisi, köhnə eksi və ya köhnə adamlar, köhnə flörtlər gündəmə gələ bilər. Buna əlavə olaraq sevgi, eşq mövzularından yana güclü və şanslı enerjilər olsa da, biraz flörtlərdən yana, biraz o yan bu yan enerjilər də var. Ona görə ehtiyatlı olun. Yəni qüsursuz bir eşq həyatı iyul ayında gözləmirik. Merkur retrosu var çünki. İyul ayının 26-sında isə 12-ci evinizdə baş verəcək dolunay var. Bu isə iyulun sonları və avqustun əvvəllərində çox qeyri-adi yuxular görməyinizə, enerjinizin yüksəlməyinə, şəfa, mənəviyyat, spiritualizm, ruhsal mövzuların əsaslı olaraq daha çox gündəmə gəlməyinə səbəb verə bilər. Olduqca mənəvi və güclü bir dönəm kimi sayıla bilər. İyul ayında bundan əlavə olaraq əziz balıq burcuları, sizin həyatınızla bağlı çox daha sırf öz burcu balıq olanlar çox daha dəyər görəcəyiniz, seviləcəyiniz, əl üstünə tutulacağınız bir dönəm olacaq. Bolluğunuz və bərəkətiniz daha çox arta bilər. Xaricə gedə bilər ya da yeni başlanğıclara başlaya bilərsiniz. Arzularınız, istəkləriniz, xəyallarınızla bağlı arzularınız və emosional mövzularınızla bağlı yeni başlanğıclar ola bilər. Çox gözəl fürsətlər, şanslar sizi tapa bilər. Çox şanslısınız. Çox yeni, çox konfor zonunuzdan çıxacağınız enerjilər var. Ən yüksək xeyrinizə xidmət eləsin. Arzulayıram ki, mükəmməl olsun. Videomu bəyənməyi, komment yazmağı və digər balıq burcularına bölüşməyi unutmayın. Sevgi və işıqla qalın. Əziz bütün burcular, ən yüksək xeyrinizə xidmət eləsin. Iyul ayı möhtəşəm olsun. Videomu bəyənməyi, komment yazmağı unutmayın. Sevgi və işıqla qalın.